Podcastingdir. Bəli, podkast yox, podcastingdir. Çünki bura düşmək üçün siz castingdən keçməlisiniz. Bugünkü qonağımızın adını heç bilmirsiniz. Amma səsini o qədər eşitmisiniz ki, indi isə düşək onun dalınca. Salam qardaş, nəhayət ki. Aleyküm salam. Necəsən? Sağ ol qardaş, sən nətəsən? Mən də yaxşıyam, şükür Allaha. Niyə biz liftdə dayanmışıq? Niyə liftdə? Ona görə ki, pavilyon, studiyalar, onların icarələri çox bahalıdır. Haqlısın. Lift pulsuz bir şeydir, qalxıb düşürük. Ona görə qərar verdik ki, liftdə çəkək. Gözəl. Buranın mühiti də sənə daha yaxındır, yəni səsini Səs quşyasına oxşur. Bəli. Xəlaf, sən bizim kastingimizdən keçdin. Təbrik edirəm səni. Nə mümkün. Sənlə yanaşı kastingdə bir neçə nəfər var idi. Jessica Alba, George Clooney, Mark Edingo və s. Sən keçdin qardaş. Mən qazandım. Bəli. Və bizim tamaşaçılarımız, izləyicilərimizin çoxlu sualları var. Mən onların ən maraqlı olanları seçdim və bugün sənə onları səsləndirəcəm. Hazırsan? Əlbəttə. Onda gedək. Gedək. Xalaf, mən sualları əzbərləyə bilmənin vaxtım yox idi. Mən onları telefondan oxuyacağım sənin üçün. Çox gözəl. Sağ ol. Deməli, birinci sual izləyicilər yazır. Reklam çarxlarının dublyaj diktoru necə oldun? Yəni, necə baş verdi bunlar? Təsadüfən. Bu təsadüf bir şeydir. O vaxtda radioda işləyirdim. Bu 1999 ya 98-ci il idi. Bir mətin gəldi. Onu səsləndirmək lazımdır. Bir hansısa yanında deyilsən dərmanın reklamı idi. Heç kəs də yox idi. Yəni onu səsləndirmək lazımdır. Bizdə də nə məktəb var bunun səsləndirmə məktəbi, nə təcrübəm var, heç nəyim yoxdur. Yəni yığa bilirəm. Amma oxuya bilmirəm. Bir bərbad səsləndirdim ki, onu gəl görəsən. Göndərdim müştəriyə, müştəri dedi, hə. Doğru. Müştərinin də təcrübəsi yox idi, təbii ki. Hə. Ondan da başladı hər şey. Başladı yavaş-yavaş təcrübə yığa-yığa. Xarici səsləndirmələri qulaq asa-asa yavaş-yavaş təcrübə yığmağa başladıq. Nə kimə, başqa səs aktyorları. Yəni, konkret hansı bir məktəb ya da nəsə, yəni... Heç bir şey yoxdur. Yəni, indi hansısa bir natiq kursları var, yəni insan danışmağı öyrənir, internetdə dərslər var filan. Amma o vaxtda bunların heç biri yox idi, təbii ki. O vaxtda eləkdən internet də yoxdur, yox? Yox, internet vardı, amma dial-up. Okey. Səncə, uğurlu reklam diktoru üçün hansı keyfiyyətlər vacibdir? Xarici görünüş, ilk öncə. Diktor olmaq üçün? Bəli. Zarafat edirsən. İlk öncə kitab oxumalısan. Çoxlu kitab oxumalısan. Yəni, bunu hər dəfə deyirəm mən hamısına. Kim mənə görsən ki, Instagramda yazırlar, kimsə yazır mənə. Yəni, sözlər dilvə yatsın. Bəli. Çünki bunun şəkilçiləri var. Bunun deyilişi var. Mütləq təcrübə yığmalısan. Yəni, başqa diktorlara qulaq asarsan. Yəni, nəinki bizimkilərə. Bizim də çox təcrübəli diktorlarımız var. Amma nəinki bizimkilərə, xaricilərə, ruslar olsun, ingilislər olsun, fərqi yoxdur. Qulaq asmalısan, təcrübə yığmalısan. Amma kitab bir nömrədir. Kitabı da yəni içində yox, səslə oxumalısan. Yəni, uşaqlarıma nağıl oxumalısan, axşamlar özün oturub nəsə bir iş görməlisən, öz üzərində hər zaman işləməlisən. Sən indi danışırsan, elə bir reklam blokuna baxıram, elə bir reklama baxıram. Mənim qızım, mən bir müddət xaricdə yaşayırdım, qızım da buradaydı, Bakıda, böyük qızım. O da mənə deyirdi ki, səsin üçün darıxanda gedirəm marketə. Marketə sən sözünü qulaq asıram, gəlirəm elə. Ən sevimli suallardan biri. Deməli, sən mobil operatorlarından birini, yəni IVR, bu nömrəyə zəng çalmır, telefon nəsə öldürülüb, onun səsləndirmişsən, çox nəhəng bir mobil operatorun səsi olmuşdun. Telefonu bağlı olan birinə zəng... Telefonu
Harda? De, sual buradadır. Milyonlar. Telefonu bağlı olan birinə zəng edib öz səsini eşitmək necə bir hissdir? Birincisi onu deyim ki, həmişə düşmüşəm. Yəni zəng vuranda heç vaxt öz sesimlə qarşılaşmamışam. Bu bir. Yəni, bəxtim gətirdim. İkincisi də onu qeyd etmək istəyirəm ki, mən yəqin şəhərimizin, ölkəmizin ən söyülən insanlarından biriyəm. Söylən. Hər dəfə kimsə zəng Etiraf edeyim, qardaş, bir dəfə söymüşəm sən. Söymüşəm. Bir dəfə də bir iki dəfə İki söymüşəm. dəfə söylüyorsan. Hər biri, yəni 10 milyondan hər biri 2 dəfə söysə, artıq 20 milyon dəfə olur. Çox gülməlidir oradan da. Növbəti sual. Növbəti sual. Səsin yaxşı səsin var. Səsin İstəyirsən reklam səsini oxuyayım. mən oxuyum. Ha, sən oxu. Səsin yaxşı vəziyyətdə qalması üçün nə edirsən? Məndə də alınır ha hər dəfə. Əslində gərək xəstələnməyəsən. Boğazını qoruyasın, qışqırmayasın. Aydın məsələ. Bu da həmişə mümkün deyil, çünki 5 uşağım var. 5 uşağın olan necə qışqırmırsan ki? Çalışıram. Səbirli olmaq çalışıram. Ona görə belə. Bir reklam çarxının səsləndirilməsinə nə qədər vaxt gedir? Yəni nədən asılıdır bu vaxt? Bir çox amil var. Birincisi, təbii ki, mətnin böyüyü. Nə qədər böyük oldusa, o qədər çox vaxt sərf edir, təbii ki. Ondan sonra təcrübədən asılıdır, təbii ki. Çünki bir var, bir reklam aktörü girsin, bunu başa düşsün, necə oxumaq lazımdır. Təbii ki, copywriter da olmalıdır, səs rejissyoru da olmalıdır. Onlar düzgün brief verməlidir səs aktörünə. Elə olur ki, birinci dubldən yazılır. Hər ehtimala qarşı ikinci dubl yazılır. Elə də olur ki, 1 saat, 2 saat, 3 saat. Yəni, balaca bir mətn. Uzun zaman radioda işləmək təcrübəm var. Ondan biraz danış və 90-cı illərin radiosu ilə indiki radionun arasında nə kimi fərqlər var? Bəli, bir çox radiolarda işləmişəm. Azərbaycanda da, xaricdə də. Fərq deyərdim ki, entuziazmdır. Yəni, o vaxtı məncə hamımız cavan idi. Radiodan xəbərimiz yox idi. Necə eləmək lazımdır? Bunun formatları, bunun iş quruluşu. Ona görə bilmədən səhvlər də buraxırdıq. Amma bu səhvlər məncə xüsusi bir duz qatırdı bizim işimizə. İndi hər şey məncə biraz pula bağlı olduğu üçün biraz, necə deyim, kommersiya rənglərindədir hər şey. Daha suni yoxsa? Yox, daha süni deyil. Əslində daha professional olmuşuq. Onun məktəbləri də var, onun təlimləri də var. Amma o vaxtlar mənim üçün belə bir nostaljik hisslər yaradır, oyadır. Eşitmişəm ki, nağıllar da səsləndirirsən. Olur da belə təcrübə. Burada yaxşı sual verirlər. Deməli, səsini müxtəlif auditoriyalara necə uyğunlaşdırırsan? Məsəl üçün, uşaqlar üçün, böyüklər üçün necə adaptasiya edirsən? Ondan başlayayım ki, mənim 5 uşağım var və hər birinə nağıl danışmışam. Və hər biri Sağ ol. Və hər biri üçün təbii ki, 12. Çox sağ ol. Və hər biri üçün təbii ki, xüsusi bir səs seçmişəm. Nəsə, kimisə xoşuna gəlmir, kimisə xoşuna gəlmir. Yəni belə. Xəlaf bir dənə bax, nümunə üçün, nəsə bir, elə bil bax, bu asılqan üçün bir reklam mətni kimi bir səsləndirə bilərsən də burada Elifdə. Əlbəttə, mətn olsa, sizdə bəlkə mətn var, reklam mətni. O ne olacak? Orada. Böldüm. Buyur. Bak burada var. Gözəl. Onda başlayaq. Təbii ki. Çox sağ ol. Çox qısa mətindir, indi də onu çalışaq səsləndir. Epik reklam səsi ilə. Baxın,
bu cazibəli əşya asılqandır. Asılqanımız olanda yer kürəsinin cazibə qüvvəsi itir. Çünki onun üstündə hər şey göydə qalır. Paltarlarınızın yerə düşməsinə imkan verməyin. Asılqan, Asılqan. asılqan. Bu sözü qulağınızdan sırğa kimi asın. Bir də musiqi çatışmır. Və son qurtardı getdi. Bəli. Xalaf, o yeni başlayan diktorların ən çox elədikləri səhvlər hansılardır? Mən özüm üçün bilirəm hansılardır. Səndən eşitmək istəyirəm. Əslində təəssüflər olsun, ləhcə ilə danışmaqları. Bıçı-bıçı. Hə, bu yəni bir problem bir şey deyil. Niyə görə? Bu bölgəyə bağlı, aid bir şey. Amma məncə bu problem. Amma sən bu ləhcəni Hə. qətiyyən televiziyaya, radio, ümumiyyətlə kütləvi informasiya vasitələrini çıxarmamalısan. Bəli. Niyə görə? Çünki kütləvi informasiya vasitəsi öncə maarifləndirici bir vasitədir. Ona görə buna qətiyyən yol vermək olmaz. Lazım. Elə problem deyəndə mən onu nəzərdə tuturdum ki, doğrudan da çıxıb diktor olaraq televiziyaya, radio olub bıçı-bıçı ilə danışmaq heç cür mümkün deyil. Yaxşı deyil. Hə, yaxşı deyil. Çünki biz insanlara öyrətməliyik. Var Azərbaycan dili ədəbi dil, bir də var evdə danışılan bir dil. Və onlar eyni bir şey deyil. Ən sevdiyin aktyorlar var ya da rollar var. Yəni hansı aktyorları ya da rolları səsləndirmək istəyən gələcəkdə? Dublyaj olaraq, kino olaraq, film olaraq. Bəli. Vallahi bilmirəm. Yəqin aktyorlardan danışmazdım. Yəqin aktyorlara bağlı bir məsələ deyil, rejissorlara bağlı məsələdir. Çünki bəzən görürsən ki, yaxşı bir aktyor orta bir rejissorun filmində çəkiləndə istəməzdim o filmi səsləndirib. Olur ki, yaxşı aktyor, orta bir rejissor. Olur, bəzən olur. Çəkilsin. Bəzən olur. Tutaq ki, Yaxşı deyirlər, Al Pacino'nu səsləndirə bilərsən. Səsləndirmək istəyərdim. istəyərəm, bəli. Amma təbii ki, mənə uyğundursa. Yəni onun səsi mənə uyğundur. Yaxşı, bəs Mənim səsim o Al Pacino aktyor olaraq elə rollar oynayır, elə bir emosiyalara qatılır. Yəni sən o emosiyaları səsi ilə çatdıra bilərsən aktyor cəhətdən. Mən çalışacağam, amma təbii ki, dublyaj rejissoru deyilən bir peşə var. Ondan çox şey asılıdır. Prodüserdən çox şey asılıdır. Düzdür. Xələt, özün də yaşımısan ki, indi süni intellekt var, çox bir şeyi əvəz edib, həm səsləndirməklə də məşğuldur, yəni hər bir işi bir Kino da çəkir. özünədir. Ola bilsin ki, bu süni intellektə görə siz kimi insanlar var, çox İşsiz qalsın. işsiz qalasınız. Yox, məncə yox. İndi yox. Yəni bu mən hesab edirəm ki, mənim ömrümdə belə bir şey olmayacaq. Niyə görə? İzah edeyim. Ona. Hər dəfə yeni bir texnologiya gündəmə gələndə insanlar elə bilir ki, kimsə işsiz qalacaq, yəni nəsə olacaq. Amma mən buna inanmıram. Çünki əslində süni intellekt ağıllı insanın əlində ona köməkdir. Yəni onu işsiz qoymur. Onun işini tezləşdirir və daha keyfiyyətli edir. Yəni qabaq bir mətn yazmaq üçün İnsan oturub fikirləşir bir gün, 2 gün, brainstorming deyilən bir şey var, cəmaat yığışır, copywriterlər, ondan sonra kreativ işçiləri və s. yığışırlar, başlayırlar hansısa bir mətni yazmağa, ortaya qoyurlar, ondan sonra buna müştəri baxır və s. Yəni bunun hamısını sən bilirsən, təbii ki. İndi bu iş çox asanlaşıb. Səsdə də eyni. Əslində hansısa bir videonu yığmaq üçün sən səsi süni intellekt vasitəsilə yaza bilərsən, videonu onun üzərinə yığıb, sonra səsləndirməyə göndərə bilərsən. Amma süni intellekt indi hal-hazırda, bilmirəm sabah nə olacaq,
o xırdallıqları, o aksentləri verə bilmir. Oxuyur, amma insan kimi hələ ki yox. Xalav, çox sağ ol qardaş. Yəni mənim suallarım bitdi. Çox maraqlı cavablar aldım səndən. Faydalandım. Mən də çox şad oldum. Çox sağ ol. Görüşdüyümüzə görə. Qəribə bir yerdə. Səninlə vidalaşıram. Görüşərək. Görüşək. Çox sağ ol. Bu podkast idi və sizinlə qalxıb düşən mən idim Malik. Mən isə hara gedirəm, evə qalxıram. Sağ olun.